təsəlli saatına baxır və start işarəsini verdi, oyun başladı. Kəpəz-Qəbələ 26-cı turun açılış oyunu və eyni zamanda ən maraqlı maçlarından biri məhz nəticə baxımından, nəticənin turnir cədvəlinə təsiri baxımından. Ayğı büdrədi və topu itirdi. Sezinə Keyta, Baluanın zərbəsi uzaqdan. Sambusi Sokkon zərbəsi. Müdafiəçilər tuş gəldi. Akinade topu qazanır. Akinade və Yusuf İmanov. İsmail Akinade. İlk zərbənin müəllifi oldu, amma vaxtında reaksiya göstərdi. Ayağı ilə zərbəni dəf etdi Yusuf İmanov. Korner olacaq. Topladı, qarşısında Rəhman Hacıyev var idi. Eşqinin ötürməsi. Qapı qarşısına başla zərbə Balua. Murad Musayev, pressing Paçu'dan. Paçu'nun ötürməsi, qapı boşdu. Zərbə, yenidən Paçu'nun önünə düşdü top. Paçu daha bir ötürmə verir. Mamadou və son anda müdafiəçilərdən top meydandan çıxır, lakin baxır, bax burada Murad Musayev. Paçu pressing ilə üzləşdi, topu itirdi. Paçu dərhal qapı qarşısına ötürmə verdi və sonra top Paçu'ya qaydanda belə Paçu açıq aydın şəkildə ofsaytda idi. Eşqin Əhmədov. Eşqindən mərkəzə. Akinade, sola, Masumu, pasivdə rəqib oyunda. Nuğay Rəşidovun zərbəsi, Yusuf İmanov. Verdaska hava mübarizəsindən qalib çıxdı, lakin Prince Ovusu vaxtında özünü topa çatdırır. Ovusu cərimə meydançasında ötürməsi. Akinade və Yusuf İmanovun daha bir seyvi. Baxırıq, bax burada offside. Yox, Akinade də ilk epizodda yox idi. Akinade ötürmə zamanı ola bilməzdi. Çox güman ki, bax burada Ovusunun Fərid Nəbiyev üçün, amma Qəbələ müdafiəçiləri epizodu oxudular. Buna baxmayaraq yenidən Qəbələ topladı. Rauf Hüseynli ötürməsi cərimə meydançası istiqamətdə. Eşqin Əhmədov. Ehtiram Şahverdiyevin önünə düşdü top. Şahverdiyevin zərbəsi qapıya və Səlahat Ağayev topu dirin altından çıxarır. Gözəl qola imza ata bilərdi. Uzaqdan zərbələri kifayət qədər təhlükəli olur Şahverdiyevin. Bunu Fabian Buncic'dən soruşa bilərsiniz. Qəbələnin oyunun əvvəlindəki aktivliyindən əlamət görünmür son dəqiqələrdə. Rəhmancının ötürməsi qapı qarşısında birbaşla bu qapıya fırlatdı və son toxunuş kimdən? Səlahat Ağayevdən. Topu qapıya göndərməyə yaxın idi Rəhman. Baxırıq təkrara. Səlahat Ağayev bəlkə də komandası qoldan xilas etdi həqiqətən də. Qol mübarizəsinin təkrarıdır. Akinade artıq ehtiyatlı olmalıdır. Basında sarı vərəqə var deyə. Ötürmə qapı qarşısına Şahverdiyev zərbəsi. Səlahiyyətin seyvi. Hücum davam edir. Ötürmə qapı qarşısına. Zərbə indirən tapılmadı Kəpəz futbolçularından. Fofana zərbə əvəzinə Keyta. Murad Musayev. Murad da irəliyə ötürmə. Akinade saxlar topu Balua üçün. Balua, Akinade. Akinade'nin qapı önünə. Qapı boş idi, amma topa toxunan tapılmadı orada. Sağ cinahda Rauf Hüseynli. Ötürməsi cərimə meydançasına. Paçu topu saxladı. Fərid Nəbiyev. Ötürməsi Rəhmana. Rəhman zərbəsi Səlahat Ağayev. Seytu təmiz oynamışdı. Nicat Əliyevin ötürməsi qapı qarşısına. Eşqin Əhmədov idi bu üzrə istəyirəm. Uzaqlaşdırmaq mümkün olmur. Topu yalnız indi. Yeni də Qəbələ futbolçuları topladılar. Yerdə qalan Sezinə Keytadır. Səssiz oynayır. Ümumiyyətlə, qapçılar bugün səssiz oynayır. Bu isə daha öncə baş verən epizod. Qəbələ futbolçular Paçu ilə Amoa mübarizəsi. Amoa sıradan çıxdı. Şakir Seyidov önü boşdu. Şakirin zərbəsi Səlahiyyət Ağayev. Bu dəfə Səlahiyyət topu yaxın gücdən çıxarır. Şakir Seyidovun zərbəsini təkrarı. Səlahiyyət Ağayev. Samal Cəfərovun ötürməsi ünvana çatmır. Dərhal irəli ötürmə. Akinade istiqamətdə. Akinade topu önünə attı. Akinade. Akinade! 1-0 Qəbələ hesabı açır. İsmail Akinade 74-cü dəqiqədə
Kəpəzin qapısına yol tapdı. Müdafiədən edilən ötürmə. Isaac Amoa idi bu səhv etmirəmsə. Sadəcə top önünə düşdü və dərhal topu Akinade istiqamətdə göndərdi Amoa və nəticədə Akinade topu önünə atdı. Cərimə daxil oldu və dəqiq zərbə ilə. Baxaq təkrara. Offside-ı ilk baxışdan görünən odur ki, Mate Abuladze pozurdu. Akinade düzgün mövqeydə idi. Daha sonra Tobrunda da sona qədər çox yaxşı mübarizə apardı. Akinade Verdaskadan önə çıxdı, zərbə mövqeyinə də çıxdı və yaxın küncə dəqiq zərbə indirdi. Çox qüvvətli zərbə indirdi və Yusuf İmanov topu çıxara bilmədi. Hər halda yaxın küncə buraxılan qollar həmişə qapıçıların məsuliyyətindədir. Amma Akinade'nin də zərbəsi ədalət naminə söyləyək ki, yaxşı alınmışdı həqiqətən. Növbəti turda isə bu arada qayda pozuntusu meydana yeniden diqqətimizi yönəldək. Burada da foul yoxdur. Əks hücum Qəbərədən. Prince Ovusu. Sol cinahda Ovusu. Nicat Əliyev. Zeydina Keita. Daha bir ötürmə. Masumu. 2-0. Domi Masumu. İkinci topu Kəpəzin qapısına göndərir və bununla da artıq oyunun taleyinə aydınlıq gətirir çox güman ki. 90-cı dəqiqədə Qəbərə ikinci qol vurmağı bacardı. Kəpəz 0, Qəbərə 2. Qəbərə üçün bu dövrənin ən vacib oyununda komanda 2-0 hesabı ilə önə çıxır və oyunun sonuna çox az vaxt qalıb. Domi Masumu bu əks hücumu dəqiq zərbə ilə yekunlaşdırdı. Bu da qol rəqsi. İzliri təkrarı. Nicat Əliyev topu Seyidina Keita'ya ötürdü. Keita özü zərbə indirmə imkanına malik idi, amma gözlədi, baxdı, sağa ötürmə verdi. Masumu bir toxunuşla topu Yusuf İmanovun qoruduğu qapının uzaq küncünə göndərdi. Və öz adını tabloya yazdırdı. 0-2, 5 dəqiqə əlavə oldu yeri gəlmişkən ikinci hissənin əsas vaxtına. Bax, burada topu qazandı Qəbələ. Daha bir neçə dəqiqə əlavə olunacaq, artıq əlavə olmuş 5 dəqiqə çox güman ki. Aha, Vüqar Həsənlinin özünü monitora dəvət etdi var hakimləri. Özü izləyəcək təkrarı. Bax, Isaac Amoa'nın bu hərəkəti qayda pozuntusu idi mi? Bax, burada Sadiq Şəfiyevdən topu aldı. Qəbərə futbolçuları hücuma çıxdılar və ikinci qolu vurdular. Hər kəs toplaşıb var monitorunun ətrafına. Hər kəs hakimlə birlikdə təkrarı izləyir. Baxırıq biz də. Və bəli, qol qeydə alınmadı. Yox, əksinə. Əks Ovusu sürətdə qabaqladı müdafiəçiləri. Ovusu, o da qol vurmaq istəyir. Ovusu 2 nəfəri keçdi. Yenidən Ovusu topladı, zərbə və boş qapıdan topu çıxarır. Boş qapıdan topu çıxardı Ümid Səmədov. Boş qalan qapıyı getirdi, amma Ümid Səmədov özünü çatdırdı və Kəpəzin ümidlərini qorudu Ümid. Oyunda hələ də intriqa tam ölməyib. Hər halda Kəpəz Qəbərə ölümdirim oyununda 10-cu pilləyə yüksəlmək mənasında ölümdirim oyununda qələbə qazanır. Kəpəzi Yevlaxda 2-0 hesabı ilə məğlub etdi Kaxaberçxadacın yetirmələri. İkinci hissədə oyunun sonlarında, son 20 dəqiqəsində vurulan 2 qol Qəbələyə çox vacib 3 xalı qazandırdı.